Herkese salam, kanalıma ve yeni videoma her biriniz hoş gelmişsiniz. Sesimin bu derecede çirkin olmasına göre her birinizden özür istəyirəm. Yeni de xəstələnmişəm, yeni de grip olmuşam, ama yok. Çoxdandır kanalda heç nə paylaşmırdım. Bundan əvvəlki paylaştığım videolar da çox qısa olurdu. Ona görə izləyicilər əksərən deyirdilər ki, videolar çox qısadır, biraz uzun eləyin. Mən də uzun material çəkirdim. Elə çəkməyə biraz başlamışdım ki, gəldim grip oldum. Nə editləyə bildim, nə səsləndirə bildim. Amma dedim ki, yox, heç olmasa belə də olsa paylaşım. Bu vlogu da başladığım günle bitirdiğim günün arasında düz 5 gün fərq var. Bir gün çəkməyə başladım. Sonra 5 gün sonra da davamını getirdim. Bu balaca bəyin yuxusu gəlmədi. Yatdıra bilmədim. Ona görə düşürdüm həyətə ki, biraz kalyeskada sürüm. Bəlkə yuxusu gələr. Yatmasa heç bir iş görmək mümkün də deyil. Gəlin elə həyatda olmuşkən sizə alma ağacımızın çiçəklərini də göstərim. Görün nə gözəldir. Yaz vaxtı insan təbiətə baxdıqca həvəslənir. Artıq burada 5 gün sonrasından sizi salamlayıram. Yəni bayaq paltar yığma maşına qoyduğum paltarlarla bu çıxartdığım paltarların arasında düz 5 gün fərq var. Mən orada vlogu saxladım və 5 gün sonra yenidən vlogu davam elətdirmək qərarına gəldim. Dedim əvvəlki materialları silməyim. Elə əvvəldən onlarla başlayayım. Bu da videonun davamı olsun. Çünki çoxdan video da atmıram kanala. Düzü son videolarım o qədər də yaxşı izlənməyib. Ona görə video çəkməyə də belə həvəsim olmur. İzlənmələrim aşağı düşdüyünə görə. Bəlkə də bu tamamen səhv düşüncədir. Nə qədər çox çəksəm o qədər daha aktivliyi artar. Amma mən beləyəm, bir şey almayanda tez həvəsdən düşürəm. Düşmüşük yenə həyətə. Əslində biz düşəndə o qədər qəşəng hava idi. Bir dənə ora baxın. Bax, ora buradaydı. Çox qəşəng hava var idi. Çox belə isti hava var idi biz düşəndə. Hardasa bir 10 dəqiqə əvvəl. Sonra bu qara buludlar gəlməyə başladı. Desən yağış yağacaq. Baxın, qapqaradır buralar. Buralara baxanda adamın ürəyi açılır. Bu tərəflərə. Günəş də qalıb buludların altında. Uşaq vaxtı həmişə biz bu zəncir otunu üfürürdük. Və fikirləşirdik ki, belə bir inancımız var idi göz aləmimizdə. Kim bunların hamısını bir nəfəsə üfürsə, onun oğlu olacaq. Kim bir nəfəsə üfürüb qutara bilməzsə, onda onun qızı olacaq. Yəni bunlardan əgər üstündə üfürəndən sonra qalırsa qız olacaq. Mənim həmişə qalırdı. Heç vaxt üfürüb qutara bilməmişəm. Fikirləşirdim ki, gələcəkdə qızım olacaq. Yəni buna görə, bu inanca görə mənim gələcəkdə qızım olmalıydı. Amma düzgün deyilmiş. Hal-hazırda 2 dənə oğlum var. Mən bunu heç vaxt keçəl eləyə bilməmişəm üfürüb. Həmişə belə qalırdı nələrsə. Birazı gedirdi, birazı qalırdı. İndi həyatımızda bol-bol var bunlardan. Yonca da var. Önünüzdə heç 4 yarpaqlı yonca tapmışsınız. Mən heç vaxt tapmamışam. Həmişə axtarmışam, heç vaxt 4 yarpaqlı yonca tapmamışam. Amma o qədər tapan insanlar qarşıma çıxıb ki, necə tapırlar, necə olur bilmirəm. 4 yarpaqlı yoncanı heç vaxt tapa bilmədim. Deyirlər ki, şans gətirir bu arada. Ona görə. Elnarın onayını çəkəcəm. Ona görə gül gətirmişəm həyətdən. Bunlarla çəkiliş eləyəcəm. Tripodumu da götürdüm. Sizin üçün bunu da çəkərəm. Bir qıraqdan qoyub.
Mənim motivasiyamı artırmaq üçün sizin eləyəcəyiniz bir neçə şey var. O da birincisi, əgər kanala abunə deyilsinizsə abunə olmaq, ikincisi videonu bəyənmək və yorum yazmaq. Bunlar eləsəniz həm videom daha irəli gedər algoritmada, həm də ki mən də sevinərəm, daha həvəslə video çəkərəm. Hər dəfə də bunu deyib sizi bezdirirəm, bilirəm. Amma da bunu deməyəndə yaddan çıxan insanlar olur. Yəni bəzən mənim özümdə də olur ki, kanal hər dəfə qabağıma çıxır. YouTube'da bəzi insanların kanalları hər dəfə baxdığıma görə yenidən qarşıma çıxır, yenidən izləyirəm. Amma bəzən baxıram ki, heç mən abunə deyilmişəm və yaxud da kanalın adını belə bilmirəm ki, nə kanalı idi. Yəni axtarıb tapa bilmirəm sonra həmin kanal. Ona görə də kiçik bir xatırlatma kimi baxın görək, əgər abunə deyilsinizsə və videolarımı sevərək izləyirsinizsə abunə olun. İnanın ki, bu məni çox sevindirir. Belə oğlum üçün də həyətdə olan güllərdən yığıb gətirmişdim. Sarı qəşəng güllər idi. Bilmirəm videoda bunları çəkmişdim, çəkməmişdim sizin üçün. Amma qəşəng güllər idi. Düşündüm ki, bunlardan şəkildə istifadə eləmək olar. Əvvəlki dəfələrdə dediyim kimi, bu təbii ki bir professional çəkiliş deyil. Sadəcə özümüz üçün yadda qalan bir anı olsun deyə hər ayında beləcə şəkillərini çəkirəm. Ya meyvələrlə, ya çiçəklərlə, ya oyuncaqlarla. Yəni əlimə nə keçirsə, nə ilə çəkə bilirəmsə onlarla. Məncə 10 pis görünmür. Baxın belə. Qaldı indi bu tərəfə uşağı qoymaq və şəkil çəkmək. Bu da buraların onun son halı. Hər tərəfimiz gül ləçəyi. Özünü də yeməyə çalışır. İcazə verməyəndə də xoşuna gəlmir. Belə. İndi bunları yığışdırım, süpürüm. Aləm dəyər yoxsa bir-birinə yavaş-yavaş. Vlog çəkdiyimin növbəti gün mama gələcəkdi. Ona görə də piroq bişirmək qərarına gəldim. Həm oğlum da onsuz da neçə gündür deyirdi. Əvvəldən bir-iki dəfə keks bişirmişdim onun üçün. İndi də yenə nəsə şirniyyat istəyirdi. Ona görə həm ziyarət, həm ticarət, həm evdə olsun, özümüz, uşaqlar yesin, həm də baba gələndə süfrəyə qoyum deyə piroq bişirdim. Oğlum da son zamanlar mən nə iş görsəm, əsasda belə nəsə hazırlasam, gəlir yanımda dayanır. İndi burada videoda verməmişəm düzdür. Amma çox vaxt ərzaqları verirəm, o tökür. Yəni qabartmanı tökür və yaxud da qatığı tökür. Mən hazırlayıb verirəm əlinə, qaba o əlavə eləyir. Çox sevir belə şeyləri. Düzdür, bəzən biraz qırağasada da dağıdır, amma eybi yox. Yəni uşaqlarınızla eləyə biləcəyiniz maraqlı bir aktivitədir. Həm uşaqların çox xoşuna gəlir, həm də inanın ki, çox gülüb, çox əylənəcəksiniz. Sadəcə biraz səbirli olmaq lazımdır, çünki ətraf bulaşa bilər. Eybi yox, təmizləyəndə keçir. Bu piroqu da əvvəlki vloglarımda hazırlamışdım. Belə üstü olmalı piroqdur. Bilmirəm, adı olma piroq gedir, yoxsa nəsə başqa bir şey gedir. Bundan biraz götürüb üstü üçün saxlayıram. Qalanını da içərisinə digər ərzaqları töküb bişirirəm. Çox rahat, çox sadə və az ərzaq tələb eləyən bir piroqdur. Ona görə də tez-tez hazırlayırıq evdə. Dadı da çox qəşəngdir. Yumurtanın böyüklüyünə baxın bir dənə. Normal yumurta ilə kıyasla. Baxın. Bir dənə yumurtanın içərisindən 2 dənə sarı çıxdı. Burada bir dənə yumurtanın içərisindən 2 dənə sarı çıxdığına görə yumurtanın birini artıq əlavə eləmədim. Yəni 4 dənə yumurta gedirdi, mən elə 3-ünü sındırdım. O vaxt bizdə bir toyuğumuz var idi, mama gildə olanda. O belə yumurta yumurtlayırdı. Belə böyük yumurtaları olurdu və içərisindən 2 dənə sarı çıxırdı. Bu anormallıqdır təbii ki. Amma bir yerdə oxumuşdum, yoxsa bilmirəm bir videoda görmüşdüm ki, belə sortda toyuqlar olur ki, onlar sırf 2 dənə yumurta, 2 sarılı da doğrusu yumurta yumurtlayırlar. Yəni bilmirəm tam olaraq nə dərəcədə düzgündür. Amma belə şeylər də eşitmişəm ya da oxumuşam. Yəni belə bir şey xatırlayıram. Belə bir cinsin olduğunu xatırlayıram daha doğrusu.
İnanırsınız qızlar, indi editləyə öz səsimi özümdə eşidirəm və o qədər qulağıma xoş gəlməyən bir səs tonum var ki, hazırda heç danışasım yoxdur. Ümumiyyətlə axır vaxtlar başıma gəlməyən iş yoxdur. O gün, hətta bu vlogu çəkdiyim gün ayağımın altından ağrı tutmuşdu. Yəni insanın ayağının altı niyə ağrısın? Heç bilmirəm, amma mən bütün gün ayağımı yerə basa bilmədim. Sadəcə bir hissə var idi ki, bir nöqtə var idi ki, o hissə yerə basa bilməyəcəyim dərəcədə, dəhşətli bir dərəcədə ağrıyırdı. Və mən ümumiyyətlə həmin gün ayağımı yerə basıb normal gəzə bilmədim. Ancaq axsadım, axşama kimi axsadım və heç bir şey də həmin ağrını kəsmədi. Piroqu da kəsdim. Oldu belə. Dadına indi baxacağam necə olub. Belə yumşaqlığı falan çox qəşəngdir. İnşallah dadı da qəşəng olur. Ağrısı keçmir. İndi bu yağdan ud oil, ud hindi yağı ağrı kəsici bir yağdır. Ondan ayağımı biraz masaj eləyib yatacağım. İnşallah keçər sabaha. Sizinlə də burada sağollaşıram. Bura qədər məni izlədiyiniz üçün hər kəsə təşəkkür edirəm. İnşallah növbəti vloglarda görüşərik. Hələlik.